Mingəçevir şəhər 6 saylı bağçanın müdürü Orcova Günay. Bizim bağça 1957-ci ildə tikilib istifadəyə verilmişdi və o vaxtdan bu tarixə qədər 2024-cü il tarix avqust ayına qədər bağçada müəyyən təmir işləri getmişdir, amma əsaslı təmir olunmamışdı. 2024-cü il avqust ayında bağçamız çox gözəl şəkildə təmirə başladı. Hal-hazırda təmir yekunlaşıb, içəri hissədə qalıb həyətyanı sahə. Həyətyanı sahəmizdə həm bağçaya barı çəkilir, yəni hasar çəkilir, həm asfalt çəkilir. Buna görə Təhsil Nazirini başda olmağa Emin Əminullayeva dərin təşəkkürümüzü bildiririk. Regional idarədə rəhbərliyinə, Həmid müəllimə də öz dərin təşəkkürümüzü bildiririk. Ümumiyyətlə demək olar ki, yüksək səviyyədədir. Burada təşkilatçılıq eləyən şirkətlər var. Onlar həqiqətən də öz gözümün şahidi olmuşam. Çox gözəl təmir aparırlar və buna görə də minnətdarıq. Bağça həm kollektiv üçün, həm də bağçada təlim-tərbiyə alan bizim gələcəyimiz olan evladlarımız üçün çox gözəl bir nümunədir. Ona görə ki, bağçada təhsilin keyfiyyətini artırmaq üçün təmir mütləqdir. Uşaqların şəraiti... Neçə qrup balıqdır? 7 qrup balıq bağçadır, 130 yerlikdir. Hal-hazırda 96 uşaq bağçamıza qədəmlərini qoyur və kollektiv olaraq ümumi də bir təşəkkürümü bildirim və kollektiv çox səbirsizliklə hazırlaşır ki, yeni binaya köçsünlər. Hətta onlar bu binanın təmizlik işlərində də yaxından iştirak elədilər. İnşallah valideynlərimizə, evlatlarımıza yaxın günlərdə bu gözəl günü qismət olacaq. Biz gələn ay artıq demək olar ki, bağçaya köç eləyəcəyik və bağçanın təmirli bağça ilə bir yerdə fəaliyyətimizi davam edəcəyik. Neçə bağça ümumiyyətlə Mingəçevirdə təmirə dayanıb? Mingəçevirdə təmirə dayanan bağça hal-hazırda 6 bağçadır və hər birində də iş yekunlaşmaq üzrədir. Həqiqətən növbəti mərhələlərdə digər bağçalar da təmir olunacaq. Yenə də deyirəm, Nazirliyin xətti ilə hətta demək olar ki, 2026-cı ilə qədər səhv etmirəmsə bütün bağçalar təmir olunub istifadəyə veriləcəkdir.